Esselamu aleyke ya Eba Abdillah ve alel ervahilleti hallat bifnai aleykum minni cemiyen selamullahi ebeden ma begitu ve begiyen leylu ve ennehar. İmamın yeddisidir. Yani imamın şehadetinden 7 gün ötür. Bazen böyle fikir olur, Məhərrəmin Aşuraya kadar insanlar ne kadar canfəşanlıq edirlər məsələn. Amma dayı şehadetten sonra bir balaca o eşq həvəs zəifləyir, amma elə deyil. Bizim imamımızın şehadetinden 7 gün keçir. Ona göre inşallah qəbirlərimizi aparaq Kərbəlaya, bu həqiqətən də Əhl-i Beytin çox çətin günləridir. Hacı buyurdu, xanım Zeynəbin, balaların, uşaqların o isti günlərdə, ağır bir isti günlərdə, ayağı yalın, yarı ac, yarı susuz, Şama doğru getdiyi günlərdir. Qəbirlərimizi aparaq Kərbəlaya, İmam Hüseyin ağaya, ləyaqətlə matəm saxlayanlar, hamımız bir üzümüzü tutar inşallah. Çünkü kalbimiz Kərbəladadır. Özümüz burada olsa da ruhumuz oradadır. Kərbəladadır. Elə deyil. Ona göre elə bir dayanmışsan imamın zərhi ilə üzbəüz. Ne deyirsən? Deyirsən, Esselamu aleyke ya Aba Abdillah. Elə deyil. Bir anlığı nəzərə gətir, imamın zərhi ilə üzbəüz durursan, hərəbi ilə üzbəüz durursan. Ona göre hamımız buradan imamın o mübarək ismini, adını zikrediyək. Ya Aba Abdillah, yüreğinde olan eşkle daha. Ya Aba Abdillah, aşıkların sana kurban ola ya Hüseyin. Ya Aba Abdillah, bugünlerde hanım Zeynep selamullahi aleyha da ya o yolları gede gede kardeşinin adını zikrediyor. Baştan ağlayabilmirdi. Balalar narahat olmasınlar. Ama elə hey deyirdi, benim yüreğimin derdi, yüreğimdedir. Kardeşinin başı vurublar nizələrə. Belə əsrətlə baxır, o kəsi başı və bacın Zeynəb qurbanısı. O kəsi başı və bacın Zeynəb qurbanı qardaş, qardaş. Dedi Hüseyin, ötüb ayrılmağımızdan bu gece 7 gece. Bir bileydin ki mənə keçdi necə 7 gece. Zeyn dedem oğlu, Zeyn. Dedi kardeş sensiz her bir gece misli şebi eldadım mənə. Her taraf kerbi bela, her gün aşuradım mənə.
Hüseyin necə aşuranı mən yad eləyim ağlamayım. Hüseyin mən necə aşuranı yad eləməyim ağlamayım. Neler gördüm aşura günü, yüreğimi yandırdı. Nece aşuranı mən yad eləyib ağlamayım. Nece mən dağ çəkib öz qəlbimi dağlamayım. Hüseyin necə mən ağlamayım, əsrərimi oxladılar. Özüm gördüm, o 6 aylık balamı kucağında oxladılar Hüseyin. Necə mən ağlamayım. O qəm dolan ürəyimə ya Zeynep, bura gelen aşıkların qurban olan xanım. Ya Zeynep, düzdür o günlerde senin yanında olabilmedim. Ama bugün gelmişik, seninle baham olduğumuzu bildirelim. Dedi Hüseyin uca boy, qameti sakka, necə doğrandı o gün. Hanımın mülbəninin qəlbinə yandı o gün, ay qardaş. Bu gece hamımız diye yana yana hanım Zeynep'e dileysen değil sana ama hamımız diye, eşkiren diye. Ya Hüseyin, adva kurbanama, qaret etməkliyə əxyami çox tələsdi bular. Ürəyinin sözünü deyir ha. Ürəyinin sözünü İmam Hüseyin ağam başını izlədək edir. Baxır imamın başına, bəkdən deyə bilmir ha. Amma elə dilaltı deyir. Birdən uşaqlar eşidərlər xanımın səsini. Amma qəlbi ürəyi doludur. Dedi Hüseyin, qarət etməkliyə əxyami çox tələsdi bular. Hüseyin görmədin necə xeymələri qarət edər. Hüseyin dedi, qarət etməkliyə əxyami çox tələsdi bular. Üzüydən ötürü durub parmağımı kəsdi bular. Hüseyin sonda peykerlerin üstünde düşman at çapdı qarda. Dedim anam sana kurban olam Hüseyin. Südəmər əsrərinin nəşini ahir tapdı. Ve yer ehli senin hal ve eşin çiledi. Bacın ölsün göresen neşini kim defneledi. Ay kardeş, dedi Hüseyin, senden ayrıldığım andan bayamat sındı beni. Bu ne dünyadı Allah, bu ne dünyadı Hüseyin. Kabrime çatmır elim. Nece el çatmaz olup Kerbela Zeynep'ine. Gör bu ümmet neleri gördü. Reva Zeynep'ine. Dedi kardeş şufenin yolları çok, kalbime dağ çekti Hüseyin.
olsun yanına yağıma tikaniden gülekdi Hüseyin. İmamın bir emaneti var idi hanım Zeynep. O da 3 yaşında babası Rüqeyyə. Her Rüqeyyəni görəndə hanım her Rüqeyyəni görəndə imamın etini ondan alırdı. Ay evində balaca uşağı böyüdənlər. Allah balalarımızı korusun, Allah balalarımızı korusun. Dedi Hüseyin mənə mənzur gör, Hüseynim Şam'ın xəcalətini. Niye? Apara bilməsəm əgər Mədinəyə əmanətimi. Dedi Hüseyin bir də Rüqeyyəni apara bilməsəm mənə ki əmanət kim tapşırmasan Mədinəyə apara bilməsəm mənə mənzur. Dedi Hüseyin mənə mənzur gör, Hüseynim Şam'ın xəcalətini. Apara bilməsəm Mədinəyə əmanətimi. Belə hiss eyləyirəm Şam'a o güclə çatacaq Hüseyin. Səvay Şamidə nakam, Səvay Şamidə nakam, sitarət ey batacaq.